Gəl, zəhmət olmasa. Aha, sizi elə eşidəcəyik. Xoş gəlmişsiniz, səfa gətirmişsiniz. Necəsiz? Ailəlisiniz? Hanı yoldaşım bəs? İşte. Neçə kilosuz? Hə? 115. 115 kilosu amma dar cins şalvar geyinirsiniz. Və sizin qardirobunuzda kim nəzarət edir? Gəlin zəhmət olmasa. Bu boyda ayaqla, pis mənada demirəm ha, bax çox üzr istəyirəm. Sadəcə yəni ki, belə bu aşırı, yəni nə qədər göstərib gizlədilməli olan şeyi siz çox belə qabardınız. Həmişə belə gəzirsiniz. Onda kompleksiz yoxdur. Yoxdur da, hə, vallahi mən biraz qarnım var, qalıram harda ki Onda izlədim. kompleksi yoxdur. Vallahi xoşbəxt insansınız. Kısım var. Aslı olsun, dırarsan stol. Oturmuram. Necə, hə? Kompleksim çoxdur. Kompleks olan belə geyinər. Bütün qoymuşsuz kiloları var. İnşallah əməliyyatdan sonra düşünürəm ki, qardirobumu yeniləyim. Bir yana bax, nə yaxşı edirsən. Vallahi Həyatını yaşırsan, kökəni qəbul edirsən, eləmişsiniz öz işinizdir. Bu yaxşıdır. Sən də düz deyirsən. Hərdən olur ki, məsələn, adam dəhşətə gəlir də, baxırsan, həm də bu adam başa düşmür ki, kənardan çox pis görünür. Pis görünür, bəli. İndi deyirsən, başlı düşürsən üstüvə ki, mən səni istəyir deyirəm, neyimə lazım, nə istəyirsən geyin. Şeydir, qəbul edirik səni, inşallah. Bayaq ağladın, niyə ağladın? Çox duyğulandın. Hə? Mənə elə gəldi, həyəcanlandın. Yoxsa ağlayana oxşamırsan. Yoldaşın harada işləyir?